Salam, hər vaxtınız xeyir olsun. Bugün o, bu əvəzliklərindən sonra vergülün işləməyi ilə bağlı bir nüansı xatırlatmaq istəyirəm sizə. Deməli, biz bilirik ki, o, bu əvəzlikləri ismin yerində işləndikdə, yəni kim yaxud da ki, nə sualına cavab verdikdə, kim, nə. Özündən sonra isim, sifət, say, zərf, feili sifət, sonra modal sözlərdən bir məna növü istisna olmaqla gəldikdə, deməli, özündən sonra vergül yazılır. Digər köməkçi nitqçələri, feilin təsriflənən formaları, əvəzlik aid deyil də bunlara. İndi mən sizə bir şey demək istəyirəm. O, bu əvəzliyi ismin yerində işlənəndə, özündən sonra əvəzlik gələndə də bəzən vergül yazıla bilir. Baxın, hansını dedim? O, oy, nə oldu belə? Baxın, o, bu əvəzliyi ismin yerində işləndikdə, özündən sonra əvəzlik gəldikdə, bəzən vergül yazıla bilir. Yəni, məsələn, bax, bir dənə nümunə yazıram buna aid. Əgər o ya da bu əvəzliyi həmciz mübtəda, yəni ümumiyyətlə həmcizlik bir mövqedə işlənirsə, özündən sonra əvəzlik gələndə vergül olur. Məsələn, deyirəm ki, o, sən və mən, burada deməli vergülü hələ ki sileyim. O, sən və mən gəzintiyə getdik. Görürsünüz, o, sən və mən. Kim? O. Görürsünüz, burada o, kim sualına cavab verir. Yəni, hansı nitq hissəsinə əvəz edilib, isim əvəz edilir. Özündən sonra nə gəlib? Əvəzlik gəlib də, sən əvəzliyi gəlib. Baxın, özündən sonra, yəni burada artıq o, kim, sən, kim, mən, kim, görürsünüz, həmciz mübtədalar işlənib. Yəni, həmcizlik mövqeyində işlənib, özündən sonra da əvəzlik gəlməyinə baxmayaraq, burada o-dan sonra vergül olacaq. Aydındır, bir məqam budur. Bir də ki, o ya da bu əvəzliyindən sonra əlavə işlənəndə yenə vergül olur. Məsələn, bax, deyirəm ki, o, mənim şagirdim uğur qazandı. Baxın, o, mənim şagirdim. Mənim şagirdim burada, deməli, o əvəzliyinin əlavəsidir. Yəni, o deyəndə kim nəzərdə tutulur? Mənim şagirdim nəzərdə tutulur da. Əlavə nə idi? Özünə əvvəl gələn üzvü mənasını izah edib konkretləşdirirdi də, bilirik ki. Mənim şagirdim o haqqında bizə məlumat verir. Baxın, o əvəzliyindən sonra mənim əvəzlik gəlib də və ümumilikdə mənim şagirdim də əlavədir. Ona görə o-dan sonra burada vergül olur. Yəni, bu vergül əlavənin vergülüdür. Burada isə bu vergül sən, yəni həmcinsliyin vergülüdür. Başa düşdünüz? Yəni, bu məqamlara diqqət eləmək lazımdır. Bunu çox abituriyent, ümumiyyətlə imtahana hazırlaşan diqqətindən yayına bilir. Amma bilmək lazımdır ki, bəzən o, bu əvəzliyi, üzr istəyirəm, ismi əvəz eləyəndə həmcinslik mövqeyində, bir də özündən sonra əlavə işlənəndə əvəzlik gəlməyinə baxmayaraq vergül yazılır. Belə. Ümid edirəm sizin üçün faydalı bir video oldu. Növbəti videolarda görüşənədək hələlik.